Deməli, baxın, palindrom ədədlər, uşaqlar, tərsi və düzü yazılan zaman eyni olan ədədlərdir. Məsələn, Babək, 151. Bunu tərsini oxuyanda bizə nəyi verir yenə də? 151. Bu palindromdur. Məsələn, 1441. Nə bilim, 2552. Aydındır, bu ədədləri, yəni tərsi də oxuyan zaman bizə özün verən ədədlərə palindrom ədədlər deyilir. Aydındır. Armstrong ədədlər nədir bəs? Armstrong ədədlər ədədin qüvvətləri, ədəd neçə rəqəmlidirsə, həmin ədədin rəqəminin qüvvəti həmin ədədi verməlidir. Qüvvətinin daha doğrusu cəmi. Məsələn, bu ədədlərdə özdə çox azdır. Yəni, belə deyim də, hər minlikdə bir dənədir. Məsələn, 153. 1-in kubu üstə gəl, 5-in kubu üstə gəl, 3-ün kubu bizə verir 153-ü. 153-ü verir, 5-in kubu 125, 1, 126-nın da üstünə 27 gəndə, 153. Bu da adlanır Armstrong ədədlər. İndi burada bu tiplərə uyğun biri var. Dedin, yazmısan elə onu, baxıb şeydən. Babək. Bəli. Aha, burada 27-ci sualdır. Bəli. Burada amma, məsələn, bizə belə bir şey deyir. Verilmiş n ədədinin deməli deyil. Bizə deməlidir ki, verilmiş 3 rəqəmli n ədədinin. Çünki fikir verirsən, cəmi burada 3 dənə rəqəmi hesablayır. A-nı, B-ni, C-ni. Yəni, verilmiş istənilən n rəqəmli ola bilməz də. Məsələn, mən n-ə verirəm 1648. Bu A-nı tapacaq, B-ni tapacaq, C-ni tapacaq. 3 dənə rəqəmini tapacaq. Yoxlaya bilməz axı. Ona görə burada deməlidir ki, verilmiş 3 rəqəmli n ədədinin Armstrong ədədi olub olmadığını yoxlayır. Aydındır. Burada nəsə sualım var 10.4-dən Babək. Aydın olmayan, yəni çətinlik çəkdiyin, nəsə yazan zaman problem yaşadığın suallardan var. Xeyr, mənim yazmışam. İbrahim, səndə yoxdur 10.4-də problemli suallar? Yox, mən. Onda gəlin 10.5-dən düzdür, sən yazmısan İbrahim 10.5-i. Qısa formada biraz izahına baxaq. Dövr alqoritmlərdən Babək, məsələn, gəl 4-cü nümunəyə baxaq. X-ə 55 verib, Y-ə 75, düzdür. Bax, burada nə verib? X nida bərabər. Bu nə deməkdir? Nida bərabər. Nə deməkdir? Bərabər deyil. Bəli. Bərabər deyil deməkdir. Düzdür. Bəs bu işarə də var idi, belə bir işarə. Bax, bu da elə bərabər deyil deməkdir. Aydındır, yəni bərabər deyil deməkdir. Bax, uşaqlar, bərabərdir işarəsi bizdə budur. Bu isə mənimsətmə işarəsidir. Aydındır. Bu bərabərdir. Bu isə mənimsətmə. İndi, baxın, gəlin bu 4-cü suala. İbrahim, F-kilit algoritmini bilirsən? F-kilit algoritmi. Şeydir. Neydi? Demişdim mənim. Bilirəm, demədiyimi soruşmuram. Ədədin əkobunu tapırdı deyəsən. Əbobun tapırdı, əbobun. Əbobunu, hə. Gəlin, bax elə, bax bu 4-cü misal, həmin misaldır. Həmin F-kilit algoritmidir. Mən bunun işləmə prinsipini, işləmə sxemin sizə yenidən göstərirəm. Sonra bunu Babək, ya mən danışa, ya da ki, belə deyim də, daha sonra videoya baxıb bunu çəkərsən dəftərində. Bax, deməli,
algoritmin icrası nəticəsində deyir x dəyişəninin son qiymətini müəyyən edir. X-imiz birinci 55-dir. Y-imiz 75-dir. X 55, Y-də 75-dir. Düzdür? İndi qələm niyə belə işləyir? Aha. İndi bizə deyir ki, x bərabər deyil y-ə. Yəni x y-dən fərqlidir. X y-dən fərqlidir. Hə, çünki x-imiz 55-dir, y-imiz 75. Düzdür? Gəlirik hə qoluna. X deyir böyükdür y-dən. Bax, burada soruşur. Yəni 55 böyükdür 75-dən. Böyükdür, kiçikdir. Kiçikdir də, yəni x böyükdür, 55 böyükdür 75-dən yox. Bax, yox qolundan gəlirik. Nə yazıram? Baxın uşaqlar. Y bərabərdir yazıb. Y bərabərdir. Y çıxılsın x. Yəni 75 çıxılsın 55. Y-im nə olur? 20. Sonra neynir? Təzədən gedir, fırlanır. Düşür üzü aşağı. Yenidən gəlir. Bir dəfədə şərti yoxlayır. İkinci şərtimizə yenə nə deyir? Deyir x. X-imiz nə idi? 55. 55. Kimsə dərsə yenidən qoşuldu, yoxsa çıxmışdı hansısa? Yox, dəyişiklik olmadı. Aha, olar, eybi yox. Deməli, bax, x-imiz 55-dir. Y-imiz neçədir bəs? 20. Bəli, artıq y-imiz 20-dir. 55 fərqlidir 20-dən. Hə, yenə düşürük. İndi yenə bir dəfə yoxlayırıq. Deyir ki, x böyükdür y-dən. 55 böyükdür 20-dən. Hə. İndi hara gedirik? Bu qola. İndi də x-i tapırıq. X çıxılsın y. Böyükdən, yəni 55-dən çıxıram 20. Uşaqlar, baxın. Nə edir bu? X ilə y-i yoxlayır. Əgər x ilə y bir-birindən fərqlidirsə, bax, fərqlidir. Onda, yəni hansı ədəd böyükdürsə, bunları sonra müqayisə edir. İkinci şərt blokunda. Hansı ədəd böyükdürsə, böyükdən kiçiyi çıxır. Bax, 75-dən 55-i çıxdı. Böyüyə mənimsədir. Bax, burada da x-imiz 55-dir, y-imiz 20-dir. Böyükdən kiçiyi çıxır, onu ən böyüyə mənimsədir. 55. X-imiz əvvəl 55 idi axı. 20-nə çıxdı, x-imiz oldu 35. Bu formada gedir. Bax, indi üçüncü dəfə gəlir, deyir 35 böyükdür 20-dən. Daha doğrusu fərqlidir 20-dən. Hə. 35 bəs böyükdür 20-dən. Hə. X-imiz nə olur? Böyükdən kiçik çıxıb böyüyə mənimsədir. X-imiz olur 15. Sonra yenə dövrəyə girir. Deyir 15 fərqlidir 20-dən. Hə. 15 böyükdür 20-dən. Yox. Y nə olur? 5. İndi gəlir belə. 15 fərqlidir 20-dən yox, 5-dən. Hə. 15 böyükdür 5-dən. Hə. X-imiz nə olur? 10. Eləcə də sonuncu dəfə gəlir, deyir 10 fərqlidir 5-dən. Hə. 10 böyükdür 5-dən. Yenə hə. Burada x nə olur? 10 çıxılsın 5, 5. X da 5-dir. İndi sonuncu dəfə deyir 5 fərqlidir 5-dən. Yox, dövrdən çıxır. Nəyi çap edir? X bərabərdir 5, y bərabərdir 5. Aydındır? Eyni qiymət alır. Bu da uşaqlar, bu da bizim x-imizlə, yəni 55 ilə 75-in əbobun verir. Aydındır? Buna deyirlər F-kilit algoritmi. F-kilit algoritmi. Aydındır? İndi burada bu tiplərdə
Babək, dövrü proseslərdə nümunələr işləyə bilirsən, yəni işləmsən heç. Xeyr müəllim. Gəl bax buradan. Bunlar rahatlarıdır. Bunlara heç. Bu 13-cü bayaq dediyim tipdəndir. 14-cüyə baxaq. İbrahim, sən də bu 14-cünü həll eləməyə çalış. Yaxşı mən. Bax. S-ə 0 verib, düzdür? I-yə də 0 verib. Bizə deyir ki, fraqmentin təyinatı müəyyən edin. Təyinatı müəyyən edin nə deməkdir? Təyinatı müəyyən edin o deməkdir ki, yəni bu algoritm nəyi hesablayır? Nə iş görür? S-imiz 0-dır. I də 0-dır. Bax, burada bir dənə n var. Bu n o deməkdir ki, yəni biz bunu özümüz daxil eləməliyik. Bax, i-ni n-lə müqayisə edir. Nə qədər i n-dən kiçikdir, i-ni artırır. 1 vahid. Sonra da s bərabərdir, s plus i yazır. İbrahim, bunu nə işi görür? Şifahi ilə? Hesablayırdım ya. Onlar haqqında deyim. Şifahi deyə bilmədin. Baxan kimi. Cəmini hesablayır, amma birdən enə kimi yəqin. Baxın bir dənə. Birdən en çıx 1-ə kimi. N çıx 1-ə kimi, yoxsa n-ə kimi? Ədədlərin cəmini hesablayır. 4 ilə dövriyə girsə, 5 kiçikdir 4-dən, hə. Üstünə 1 gələcək 5 olacaq da. 5-də girməyəcək təzdən. Hə. Hesablayacaq, nəticəni verdi. Onda nə sayılır? En çıx 1-ə qədər də. Gəl bax, görəcəksən indi hara kimidir. Niyə ki, müəllim? Bax. Deməli, algoritm necə gedir? S 0-dır, I 0-dır. N-ə biz bir qiymət verməliyik. Bax, buradakı bir N var, ha. Bunu kənardan daxil edirik də. Məsələn, N-ə 3 də verə bilərsən, 100 də verə bilərsən, nə bilim 5 də verə bilərsən. Biz 5 verək, daha tez bitməsi üçün. I kiçikdir n-dən. I-miz nədir? 0. 0 kiçikdir 5-dən. Hə. Ondan nə edirəm? I bərabərdir. I plus 1. I-miz 0 idi axı. 0 plus 1, yəni i-miz oldu 1. S bərabərdir nəyə? S plus i-yə. S-imiz 0 idi. Plus i-yə. I-miz də 1-dir. 0 plus 1, yəni S-imiz oldu 1. Sonra nə edir? Bax, fırlanır, ikinci dəfə dövriyə gedir. Bax, bu dövrələri həmişə çalışın bu formada yazın. Bax, belə, hər dövrəni ayrı-ayrı. Yəni, düzgün yazılış qaydası budur. Onda çaşmayacaqsınız. İndi nə edir? İkinci dəfə gəlib burada, Babək? Babək. Müəllim nə? Bax, i kiçikdir n-dən. 0 kiçikdir n-ə mən 5 yazdım. I bərabərdir. Ondan sonra 1 5-dən kiçikdir, yenə hə olur. Ay sağ ol. İndi yenə 1-i müqayisə edir nə ilə? 5 ilə. 1 5-dən kiçikdir, hə. I nə olur? 2 olur. 2. S nə olur? S və 1 üstəgəlsin 2. Nə? 1 üstə gəlsin. 1 üstəgəlsin 2. Ay sağ ol. Sonra 2 kiçikdir 5-dən. aha. I 3 olur. Aha. Hə, I 3 olur. S-ə 1 2 1 2 3 cəmi olur. Aha. Belə mənim 5-ə qədər İndi gedir. mənə bax. 5 də. Burada problem nədir? Bax, gəl baxaq. Sonra 3 kiçikdir 5-dən. I olur 4. S də olur 1 plus 2 plus 3 plus 4. Düzdür? İndi Hə. 4 kiçikdir 5-dən. Hə. I neçə olur? 5. 5. S neçə olur? 1 plus 2 plus 3 plus 4 plus 5. İndi
5 kiçikdir 5-dən? Yox. Neynir? Dövrədən çıxır, gəlir, bax S-i çap edir. S-imiz də nədir? 1 plus 2 Birdən plus 5-ə 3 qədər plus 4 cəmi. plus 5. İndi İbrahim Babək, bura baxın. Mən N-i 5-yə daxilləmişdim burada. Bax, bunu lap sizə belə göstərəm. Orada Yəni, i plus burada i-ni 5 qiymət. aşağıda versəydik, mənim dediyim kimi olardı. Aha, bəli, indi ora gələcəm. Bax, burada deyir ki, birdən n-ə kimi, n-i 5 daxil eləmişdim axı. Birdən n-ə kimi ədədlərin cəminin hesablanması. Bax, A variantına bax, birdən n-ə kimi ədədlərin cəminin hesablanması. Mən n-in yerinə 70 yazsaydım, burada da olacaqdı nöqtə plus 70. Algoritmin təyinatını bu cür hesablayırsan. Və siz artıq algoritmlərdə o qədər peşəkarlaşmalısınız ki, bu algoritmin üzünə baxan kimi bilməlisiniz ki, bu nə işi görür. Bir dəfə bu sxemi beyninizə qurmalısınız, tez baza bilməlisiniz. Aydındır. İndi sualı belə verirəm sizə. Bununla bunun yeri dəyişik olsaydı. Yəni S bərabərdir. S üstə gəlinsin I burada yazılır. I bərabərdir. I üstə gəlinsin 1 burada yazılır. Bu algoritmin təyinatını müəyyən edin. Yazın dəftərinizə. Və sadəcə blokların yeri dəyişib. Ne en sık belə kimi olacaqdı mən? Hesabla baxan Babək səndə. Bəs sən onu kiçikdir bərabərdirlə hesabla. İbrahim. Yaxşı. Müəllim, n çıx 1-ə qədərdir də elə. Ay sağ ol. Bax burada artıq birdən n çıx 1-ə qədər ədədlərinin cəminin hesablanmasıdır. Yəni bax bir dənə bu algoritminin yerinin dəyişməsi bizə müxtəliflik verir də. İndi bunların yerini dəyişdirib. Əgər burada mən kiçikdir bərabərdir qoysam, Elə bu özünə özü də bərabər bir olur. müxtəliflik verəcək. Aydındır? Hə. Daha sonra burada məsələn dediyim həmin sual ikinci variantı bu 17-cidədir. 17-də həmin formada verilib. Baxın uşaqlar, algoritmdə cəmi həmişə belə deyim də, cəm işarəsini həmişə hesablayırıq. Biz cəmi tapanda, məsələn, birdən n-ə qədər ədədlərin cəmini hesablayanda.
Ardıcıl hesablayırıq. 1, 2, 3, 4. Məsələn, eni də deyək 5. Yəni biz 1 üstə gəl 2, üstə gəl 3, üstə gəl 4, üstə gəl 5-i hesablamaq üçün bizə bu cəmi hesablayan bir dənə S lazımdır. Cəmi də ki, S-ə mən nə verməliyəm hesablasın? S-in mənim başlanğıcda 0 olmalıdır ki, sonra mən bunu S bərabərdir S plus yazım da. Bir də mənim sayğacım olmalıdır. Bu ədədləri ardıcıl formada verim. Məsələn, i-in mənim birinci 1 olmalıdır. Sonra mən həmişə i-ni bir vahid artırmalıyam. Bax, hər dövrədə bir vahid i artır. Bax, bu hissə məsələn sayğac deyilir buna. Bu cəm deyilir. İndi mən sizə belə bir sual verim. Birdən n-ə kimi ədədlərin hasilini hesablayan algoritm qurun. Qura bilərsiniz? Babək. Benim bir de değilim hepsi benimle. Birdən n-ə kimi Aha. ədədlərin hasilini hesablayan algoritm qurun. Qura bilərsən, Babək? Mənim üstə gəl yerinə o S bərabərdir S plus 1 yerinə S vır 1 yazarıq. i-yə də 1 verərik. i-yə 0 verəndə hamısı bütöv 0 alınır. i-yə yoxsa S-ə? Yəni i-yə 1 verərik də. S plus i deyil, birdən n-ə qədər cəmində. Hasilində isə S vur i olur. i-yə gərək 1 verək ki, 0 versə i-yə ancaq elə 0 alınacaq da. i-yə mən 0 verib hesablaya bilərəm. Amma S-ə 0 verib hesablaya bilmərəm. Gəl baxaq. Mən deyirəm ki, birdən n-ə kimi ədədlərin hasilini hesabla. Hesablayan algoritm qur. Düzdür? İndi mən deyirəm ki, bu ədədlərin hasilini nə ilə hesablayacağam? Məsələn, S ilə. Onda mən deyirəm S-in bərabərdir 1-ə. Bax, elə sən dediyin kimi i-ni də verirəm mən 0. Düzdür? Sonra deyirəm ki, bir dənə də nə daxil eləyirəm? N. İndi mən burada nə iş görürəm? i ilə müqayisə eləyirəm nəyi? Babək. N-i. N-i. i ilə müqayisə edirəm n-i. Deyirəm ki, i kiçikdir n-dən, hə. Onda hə, yox. Hə olsa i bərabərdir i plus 1. S də bərabərdir S vur 1 olur onda. S də S vur bərabərdir i S olur. vurulsun i-yə. Yəni bu cür. İndi sonra da fırlayıram belə. Yox qolunda da neynəsin? S-i çap eləsin. İndi baxın. Burada uşaqlar, bax burada. Bu algoritmdə mən birdən n-ə kimi ədədlərin hasilini hesablayan algoritmi qurdum. Buna başqa nə adı verə bilərəm? Birdən n-ə kimi ədədlərin hasili. Bax, gəlin n-in yerinə 3 yazağın. N bərabərdir 3. Hesablayalım. N 3-dür, hə. I neçədir? 0. 0 kiçikdir 3-dən, hə. Onda i nədir? I üstə gəl 1. Yəni i'miz 1-dir. S-imiz nədir? 1 vurulsun 1. Yəni elə 1. Sonra gedir ikinci dövrəyə. 1 kiçikdir n-dən. N-imiz nədir? 3.
Hə. İ'miz nə olur? 2. S'imiz nə olur? 1 vurulsun 2. Təzədən qalxırıq yenə. 2 kiçik deyindən hə. İ'miz nə olur? 3. S nə olur? 1 vurulsun 2 vurulsun 3. Düzdür? İndi i'miz 3'dür. 3 kiçikdir 3'dən? Yox. Neyniyir? Gəlir S'i çap eləyir. S'imiz də nədir? 1 vurulsun 2 vurulsun 3. Uşaqlar, 1 vurulsun 2 vurulsun 3 nə deməkdir? 3 faktorial deməkdir. Yatdınız orada. Bəli, mən bəli. Yatmağa bəli deyirsən, yoxsa 3 faktoriala bəli deyirsən? Faktoriala bəli deyirəm. Aha. 1 vurulsun 2 vurulsun 3 Babək. 3 faktorial deməkdir. Faktorialı keçmisən? Bəli. Aha. İndi onda mən deyə bilərəm ki, bu algoritm, baba bu blok sxem n faktorialın hesablanması algoritmi, hesablanması blok sxemidir. Olar. Bəli. N faktorialın hesablanması blok sxemidir. Aydındır? Bəli. Baxın. Burada nə lazım olur? Onu indi təzə keçirsiniz deyə biraz problem yaşaya bilərsiniz. Amma nə lazım olur? Onu yavaş-yavaş öyrənməlisiniz ki, bax belə formada blok sxem qurasınız. Amma hələ narahat olmayın. Yeni keçirsiniz. Evə. Bu 10.5'ə siz baxarsınız Babək. Sən işləmirsən də İbrahim 10.5'i. Tamam. Sən heç. Aha. 10.5'ə sən baxarsınız evdə. İşləyə bilmədiyinizə baxacağıq. Amma gəlin bundan daha çox biraz blok sxemi qurmaq üzərində çalışalım. Keçək nəyə? Dimə. Keçək dimin kitabından İbrahim o açıq tiplilərdən suallarımız var idi biraz. Onlara baxaq. Neçədən başlayır suallar? Sən neçədən başlayır açıq suallar? Yox, sənin sualların. Mənim? Bəli. Mənim şey deyim sizə. Dəqiqə. 89, 90, 91. 89, 90, 91. 94 falan onlarda son Bax, var. 89-cu sual. Bunu mən indicə sizə nəyi göstərdim? Yox, 89 deyil, 90-dır mən. Demirsən 89, 90, 91-ci sual. Yazmışam, mən belə səhv burada getibdi. Nəysə. Aha, 90-a baxaq. Aha. Gəl baxaq. Deyir ki, daxil edilmiş n sayda ixtiyari ədədin ədədi ortasını çap edən algoritmi qurun. Daxil edilmiş n sayda. Məsələn, istənil bir say versə onu qura bilərəm də, amma en sayda deyəndə orada biraz çətinlik olur. Burada bizə belə gəlir ki, bax. Sən n-in yerinə 3 daxil eləsən. Gəl buradan yazın. N bərabərdir 3 yazsan. Sən 3 dənə ədəd daxil eləməlisən. Məsələn, 7, 9, məsələn 15. Bunun toplayıb ədəd ortasını tapmalısan. Bunun üçün necə gedəcəyik? Düşünək necə? Bizə bu ədədləri daxil eləmək lazımdır. Bax, yazaq başlanğıc bloku. Biz
daxil eləyirik n ədədin. Biz daxil eləyirik n ədədin. N sayda deyir də, düzdür. N sayda ixtiyari ədədin. Biz n ədədini daxil eləyirik. Bu n ədədin hesablamaq üçün bizə nə lazımdır? Cəmin hesablamaq üçün də. Ədədi ortanı hesablayanda axı cəmi də hesablayırıq. Ədədi ortanı tapmaq üçün birinci biz cəmin tapmalıyıq. Onda bizə bir S lazımdır. S bərabərdir 0 deyirik. Niyə 0 deyirəm? Çünki cəmdə 0 verməliyəm də. Mən yazacağım S üstə gəlinsin formasında. Göstərəcəm. Bir də. Mən hardan bilim ki, n sayda ədəd daxil eləyəcəm? N ilə müqayisə eləməyə mənə nə lazımdır? I lazımdır. İndi bunu i də deyə bilərsiniz, p də deyə. İstənilən hərf qoya bilərsə dəyişəndir. Mən indi i deyirəm. Sayğacları çox vaxt i ilə ifadə edirəm. İ'yə də nə verirəm? İ'yə də 1 verirəm. İndi gəlin. Burada bir müqayisə aparaq. Burada bir müqayisə aparaq. I 1 verdim də. Kiçikdir, bərabərdir n-dən. I kiçikdir, bərabərdir n-dən. Hə, yox. Hə, bildim təxmin. İndi adi quracaq davamı. İndi. Baxın. Bura kimi nədir? Nə başa düşdünüz? Bir n ədədi daxil eləyirik. S-imiz var, i-miz var. İndi mən yenidən bir dənə A ədədi daxil edirəm. A deyək, B deyək, fərqi yoxdur. Bir ədəd daxil edirəm. Buna bir P ədədi deyək. Bu dəyişəcək hər dəfə. Bu istədiyimiz ədədlərdir. Bax, Babək. Bu nə deməkdir? Bu o deməkdir ki, mən bir dəfə burada n ədədi daxil eləyəcəm. Daxil etmə blokunda paralleloqram. Düzdür? Burada da P ədədi daxil eləyəcəm. Dövr nə qədər işləyəcək? Mən P daxil eləyəcəm. Necə? İndi gəl baxaq. Mən P ədədini daxil elədim. Bunu qurum birinci, sonra izah eləyəcəm lap. Yerinə ədəd qoyub. P ədədi daxil elədim. İndi mən deyirəm ki, gəl P-nin cəmini tap. S bərabərdir, S üstə gəlinsin P. Sonra da deyirəm ki, mən axı bu i-ni n-lə müqayisə eləyirəm. Bu i-ni artırmalıyam ya yox? I bərabərdir i plus 1. Sonra da gedirəm hara? Üzü yuxarı. Əzbər şərtə. İndi hə qoluna bir dənə gəlin yenidən baxağın. Gəlin hə qoluna yenidən bir dənə baxağın. Ümumiyyətlə, bura kimi qurduğum algoritmə yenidən baxağın. Bax, Babək, burada n ədədi daxil edirəm. N-ə verirəm 3. S-imdir, i-imdir 1. I-ni n-lə müqayisə edirəm. I nədir? 1. 1 kiçikdir, bərabərdir n-dən. N-im nədir? 3. Hə. Nə iş görürəm burada? Babək. Ama orada paralelogramın yani P neyini ki Parallelogram nədir? Nə deməkdir? daxil edirsən də P-ni nətər tapırıq? Daxil etmək. Ay sağ ol. Sən P-yə istənilən bir ədəd daxil eləyəcəksən. Ama məndən asılıdır da. Sualı oxu. Daxil edilmiş n sayda ixtiyari ədədin. Obje səndən asılıdır. Bax. Daxil etmə blokunda verilən hər bir şey paralleloqramda kənardakı verilənlərdən asılıdır. Yəni səndən asılıdır. Algoritmi icra eləyəndən asılıdır. Bir nəfər gəlib n-in yerinə 5 qoyar. Sən 5 dənə ədəd daxil edib onun ədəd ortasını taparsan. Bir nəfər də 3 qoyar. Sən 3 dənə ədəd daxil edib onun ədəd ortasını taparsan. Düzdür? Bax indi. P bərabərdir. P-yə bir dənə ədəd deyin. 50. 5. 50. Deməli,
Bir dənə ədəd daxil edim. Bax, düşürəm aşağı. S bərabərdir S plus P. S'im nə idi? 0. 0 üstə gəlinsin 50. Sonra düşürəm aşağı. i'm nə olur? i plus 1. i 1 idi. İndi 1 də üstünə gəldim. Oldu 2. Düşdüm. 2 kiçikdir bərabərdir 3-dən. Hə. Yenə nə edirəm? Bax, yenə daxil etmə blokunda bir dənə P var. Mən yenə bir dənə P daxil edirəm. 20. Nə daxil edeyim P-yə? 20. Bu da olsun 20. S'im bərabər olur nə? S plus P. 50 50 plus üstə 20. 20. i'm nə olur? 3. 3. Burada nə edirəm? 3 kiçikdir bərabərdir 3-dən yenə hə. P-yə yenidən bax. Burada P-yə bir dənə ədəd daxil edirəm. Bu daxil etmə blokundadır. Hər dəfə dövr işləyəndə, bax yuxarıda dövr işləmir deyə, yuxarıdakı n də daxil etmə blokundadır, paralelogramdadır. Amma orada dövr işləmir deyə n-ə bir dəfə birinci qiymət daxil edim, vəsə, ondan da qaldı. Amma burada dövr işləyir deyə mən hər bu dövr daxil etmə belə deyək də blokuna gələndə, daxil etmə fiquruna gələndə bir dənə ədəd daxil edirəm. Təzə bir dənə ədəd qoyulmalı. Bəli, yenidən bir dənə ədəd daxil edən P-yə nə? 23. Bu da olsun 23. Sən elə bir ədəd denən ki, sonra axırda 3-ə bölünsün. Mən ona görə 23 dedim. Aha. İndi buradan baxırıq nəyə? S-imizdə tapırıq nə? 50 plus 20 plus 23. i'miz də olur 4. İ'də 4 olur. Artıq burada baxırıq 4 kiçikdir bərabərdir 3-dən. Yox. Xeyr. İndi mən bunun arxasını bayaq özüm yazmadım. Mən burada nə yazım? Axırda məsəl S bölü. axırıcı Bəli. A məsəl üçün S bölünsün N. S bölünsün N yox, I. I. N olmalı deyil. Yox, yox, N. i'ni burada bizim düz deyirsən N. Çünki i'ni burada 4 elədik axı. S bölünsün N. Aydındır. Bizə bunu verir. Onu